Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U13 Liqası Vətən Qarabağ görüşü sizlərə təqdim olunur. Ümid edirik ki, bugün hər iki komandanın ifasında gözəl futbol izləyərik. Hakimlər isə təqdim edirəm Hüseyin Vəliyev və Mehdi Yusufdur. Onları da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Hörmətli futbol azarkeşləri komandaların heyətləri ilə sizi tanış edirəm. Bizə qonaq komanda Qarabağ göstərilib qapıda. 99 Sirac Quluzadə qarşılaşma başladı. 4 Ayxan Verdiyev 7 Zəfər İbrahim 11 Elcan Qəribli 15 Sənan Zeynallı 20 İsmail Rəsulov 24 İbrahim Rəsulov 44 Kamil Qədirxanlı 77 Emil Həsənzadə baş məşqçi Elşad Xudadatov. İndi isə Vətən qapıda. 99 Emil Məmməd Rzayev 5 Elgiz Baxşəliyev 3 Adil Qasımov 6 Əli Səfərov 7 Kamil Həsənli 9 Emin Əliyev 10 Yavuz Quliyev 11 İbrahim Sədiyev 19 Artyom Solovyov içəriyə ötürmə baş məşqçi Kənan Mustafayev. Sirac topu qüvvətli zərbə ilə irəli vurur. Əli sağlı oynayır, sollu oynayır. Kamil, Artyom çevrildi. Elcan topu uzaqlaşdırır. Hörmətli futbol azarkeşlərə xatırladım ki, 5 komanda artıq play-offa vəsiqəni təyin edib. Bugün Qarabağ qələbə qazanmasa belə artıq adını 16 komanda arasına yazdırmağı bacarıb. Paytaxt zonasından Sumqayıt, Ulduz, Neftçi, Sabah və Qarabağ play-offa vəsiqəni təmin etdi. Hər birinə növbəti oyunlarda uğurlar arzu edirik. Təhsil 6-cı pillədə qərarlaşmışdı. 7-də isə Vətən. İləriyə doğru ötürmə izləyirik. Emin hücumunun cinahını dəyişir. Sağlı oynuyor. Yavuz Quliyev önü boşdu. Qapıya zərbə, qapçı topu əlindən buraxır, amma Yavuz Quliyev topu qapıdan keçirir. Sirac Quluzadə bu epizodda topu saxlamağa çalışsa da buna nail ola bilmir. Mərkəzdən Qarabağ topu oyuna daxil edəcək. Əlbəttə bütün qapçıların başına gələ biləcək bir epizodlu qayda pozulur. Zəfərə qarşı kobud oyun qeydə alınır. Hüseyin Vəliyev epizoda daha yaxın idi. Cəlmə zərbəsindən İsmail Rəsulov topu oyuna daxil edəcək. Sol ayağı ilə yəqin ki birbaşa qapıya zərbə indirəcək. 2 nəfər var canlı sətdə. Hakimdən işarə gəlir qapıya. Zərbə və qapıcı Emil Məmməd Rzayev bu topun qarşısını kəsir. İkincidən zərbə ilə Qarabağ hücumunu davam etdirəcək. Elcan Qəribli Vətənin 11 nömrəli oyuncusu. Bəli, Elcan topu oyuna daxil edəcək. İsmail ona yaxınlaşmışdı. İçəriyə doğru ötürmə. Vətən topu qapıya zərbə, qapçı Emil Məmməd Rzayev bu epizodda daha bir gözəl qurtarışla yadda qalır. Növbət dəfə küncdən Qarabağ topu oyuna daxil edəcək. Yer ötürmə, Zəfər və Kamil topa toxunmuş edə bilmir. İləriyə Emil Elcan Zəfər rəqibini keçməyə çalışır, amma top Qarabağda qalır. Emil sollu oynuyor. Ayxan Verdiyev İsmail İbrahim qapıya zərbəsi və az fərqlə top qapının yanından keçir.
Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Emil artıq bugünkü oyunda 3 gözəl qurtarışla yadda qalıb. İleriye doğru ötürmək izləyirik. İbrahim və top meydanı tərk edir. Hakim cərimə zərbəsi qeydə alır. Bu epizodda Yavuz Quliyev topun gerisindədir. Yavuz topu oyuna daxil edir. Başla qapıya zərbə və top. Az fərqlə qapının üstündən keçir. Əli Səfərov. Onlar qılavayı başlayırlar. Outdan top oyuna daxil edilir. Yaxşı üstündən gəlib keçmişlər. İlgiz. Yavuz Quliyev. İrəli oynayır amma Qarabağ futbolçuları topu qazanırlar. Və beləliklə ilk hissə başa çatır, qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Qarabağ vətən görüşünün ikinci hissəsi. Başladı ilk hissədə Qarabağ bir top fərqi ilə geridə vətənin üstünlüyü var. Yavuz Quliyevin zərbəsi ilə vətən hesabı açdı. Qarabağ bərabərlik qollarının axtarışlarını davam etdirəcək. Amma vətən də 23-cü turun son oyununda qələbə qazanmaq üçün əlindən gələni edəcək. Ayxan geriyə. Sirac. Yenidən Ayxan. Xatırladım ki, bu oyundan əvvəl Gol TV-də daha bir maraqlı oyun sizlərə təqdim olundu. Sumqayıt 3-1 hesabı ilə vətənin məğlubiyyətə uğradıb. Ötürmə. Qapıya yox, zərbə alınmır. Verdiyi zərbənin vurulmasına imkan vermir. Vətən ikinciden zərbə ilə topu oyuna daxil etməlidir. Yavuz Quliyev topun gerisindədir. 10 nömrəli futbolçu Yavuz Quliyevi meydanın istənilən nöqtəsində görmək mümkündür. İçəriyə doğru ötürmə, yox zərbə vurmağa imkan verilmir. Kamil, Emin ondan topu aldı. Emin qapıya zərbə və gol. Emin Əliyev gözəl gol vurur, sanki qapıya raket göndərir, gözəl gol vurulur. Alqışa layiq goldur. Emin Əliyev. Golun təkrarı bizə bir daha təqdim olunur. İzləyirik. Uzaq küncə gözəl zərbə indirir. Emin Əliyevin vurduğu bu gol Gol TV-də vurulan ən gözəl gollardan biridir. Yəqin ki, sosial şəbəkələri bu gol trendində çevriləcək. İbrahim atdı, qaçmağa çalışır, qapıya zərbə də vurur, top qapının yanından keçir. Vətən təzyiqi bir qədər artırıb, onlar bugünkü oyunda qələbə qazanmaq istəyirlər. Musa Musayev artıq meydandadır. Ömər də meydanda görürük Qarabağın heyətində. Adil top bitirmək fikrində değildi. Musayev. Rəsul Mirqafarov. Ona qarşı belə qayda pozuntusu qeydə alır Mehdi Yusufov. Epizodonun gözlərə qarşısında baş vermişdi. Musa Musayev cərimə zərbəsindən topu oyuna daxil edəcək. Artıq Qarabağın oyuncuları vətənin cərimə meydançasına doğru gedirlər. 2 nəfər var canlı sətdə. Musa Musayev içəriyə birbaşa qapıya zərbə təhlükəli alınır. Qarabağ buraxılan qollardan bir nəvəzdən çıxmağa çalışırdı.
Xatırladım ki, bu oyunu izləyənlər arasında mini futbol üzrə Avropa çempionu Davud Kərimi də var. Eyni zamanda Samir Sadıqovu da oyunu izləyənlər arasında görürük. Emil topu irəli vurur. Sabir istiqamətini ötürmür, amma hakim oyundan kənar vəziyyət qeydə alır. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq bir nəfəri oyunun ən yaxşı seçirəm. Əlbəttə, hər iki komanda meydanda yaxşı çıxış etdi. Görüş vətənin 2-0 üstünlüyü ilə başa çatdı. Qapçı topu ələ götürür. Oyunun ən yaxşısı vətənin 9 nömrəli oyuncusu Emin Əliyev. Bu oyunda bir gol və bir məhsullar ötürmə ilə yadda qaldı. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Artıq görüşün son saniyələrdir. Rəsul beləliklə qarşılaşma başa çatır. Vətənə növbəti oyunlarda uğurlar arzu edirik. Playoff mərhələsində isə Qarabağa uğurlar. Bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun və ən əsası odur ki, sağlam olun.